həm kişi ehtiyatlı olmalıdır, həmçində qadın da özü qorumalıdır. Fitnəyə səbəb olmamalıdır. Ona görə İslam hicabı fərz edir. Hicab elə-belə fərz olunmayıb. Hicab elə-belə fərz olunmayıb. Ona görə deyib ki, hicabsız bayıra çıxma. Ona görə deyib ki, uzaq səfərə tək gedmə, yanında məhrəm olsun, yaxının olsun yəni. Ona görə elə-belə deyilməyib, qardaş. Ona görə Allah Subhanahu taala buyurur ki, vacib görüb və Allah Subhanahu taala buyurur ki, Əhzab surəsi 59-cu ayə: "Ya eyyuhan nəbi", müraciət peyğəmbəridir sallallahu əleyhi və səlləmə. "Ya eyyuhan nəbi, qul", deyinə, "li əzvacika", yəni zövcələrə, qadınlara, "və bənatika", qızlara, "və nisa'il mu'minin", və möminlərin qadınlarına və ya iman gətirmiş qadınlara. "Yudnina aleyhinnə min cələbibihin", Əl-Əyə. Əhzab surəsi 59-cu ayə Quranda hicab üçün açıq aydın dəlildir.